Böyük ölçülü döş vəzləri. Bu kişiləri görüntü olaraq çox narahat edən problemlərdən biridir. Bu onlarda həm utancaqlıq hissi yaradır, həm də istədiyi geyimi geyinə bilmir. Bu problem onları narahat eləyir. Bəzən onlar bunu orqanizmin təbii forması olaraq qəbul eləyir və həyatları boyu heç bir zaman həkimə müraciət eləmirlər. Ancaq döş vəzlərinin böyüməsi müxtəlif səbəblərdən ola bilir. Yalançı döş vəzləri, böyümüş döş vəzləri deyirik ki, bunlar çəkinin artması nəticəsində və digər hallarda da kişilərdə döş vəzi böyüyə bilər. Bəzən isə hormonal səbəblərdən, müxtəlif zərərli vərdişi olan insanlarda da döş vəzləri böyüyə bilir və təəssüflər olsun ki, böyümüş döş vəzisi olan bəylər digər, yəni normal döş vəzisi olan bəylərə nisbətən risk daşıyırlar. Onlar döş vəzi xərçəngi olma riski daşıyırlar. Ona görə də əgər döş vəzi böyüyübsə, orada əllənən hər hansı bir kütlə varsa, bəzi hallarda ifrazat gələ bilər döş vəzidən. Bunlara xüsusilə diqqət olunmalıdır. Çünki döş vəzi xərçəngi bu hallarda ola bilir. Təəssüflər olsun ki, çox qısa zaman öncə, təxminən bir neçə ay öncə 28 yaşlı bir bəyə döş vəzi xərçəngi diaqnozu qoydum. Onun dediyinə görə təxminən 3 il ərzində onun döş vəzisi böyüyübdü və bu böyümədən sonra bir neçə ay öncə artıq döş vəzidə əlinə dəyən bir kütlə olmuşdur. Ona görə də döş vəzləriniz böyüyübsə, həkim müayinəsində olmaq lazımdır. Onun səbəbi araşdırılmalıdır. Bəzi hallarda kiçik bir dərman müalicəsindən sonra bu problem aradan qalxır. Diqqətinizə görə təşəkkür edirəm.